Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Müq və sertifikasiya proqramında faiz məsələləri ilə bağlı əsas cümlə budur. Yəni proqramda belə keçir adı. Faizin tapılmasının 3 əsas qaydası. Və bu 3 əsas qayda hansılardır və bunların sualda tətbiqini mən sizə nümunələr göstərəcəm. Birinci sualımız 120 ədədinin 20%-ni tapın. Bu nədir? Ədədin faizinin tapılması. Deməli, faizin tapılmasının 3 əsas qaydasından biri ədədin faizinin tapılmasıdır. Qayda belədir ki, A ədədinin B faizi belə tapılır. B faizi belə tapılır. A vurulsun B bölünsün 100%. Deməli, ədədin faizini tapmaq üçün ədədi, yəni 120-ni faiz göstərən ədədə vururuq. Burada faiz göstərən ədəd yanında faiz olan ədəddir. Yəni 20-yə bölürük 100-ə. Və burada mərhələli ixtisarlar ilə sıfırlar gedər. 12-ni 2-yə vuranda cavab elədir 24. Doğru cavab A variantı. Bunu tənasüblə yaza bilərsiniz. Deməli 100% isə x 20% və s. Amma bu formada vərdiş eləsəz, bu artıq sizin beyninizə tam hopacaq. Gəlirik növbəti ikinci sualımız. 30% 90 olan ədəd. Bunun qaydası isə belədir. Faizinə görə ədədin tapılması. Burada yazıram A faizi B olan ədəd. B olan ədəd. Faizinə görə ədədi tapmaq üçün ədədi, yəni burada B-ni vuracaqsan 100-ə, böləcəksən faiz göstərən ədədə. Faiz göstərən ədəd yanında faiz işarəsi olan ədəddir. İndi bizim sualda 30% 90 olan ədəd. 90-ı vururuq 100-ə, bölürük yanında faiz işarəsi olan ədədə. Yanında faiz işarəsi olan ədəd də 30-dur. Məni böldük 30-a. Bunu mərhələli ixtisar da eləyə bilərik. Tam ixtisar da eləyə bilərik. 30-30-a 1, 90-30-a 3. 3-ü də vuranda 100-ə bərabər elədi 300. Doğru cavab B variantı. Bu faizin tapılmasının 2 əsas qaydası idi. Gəldik 3-cü əsas qaydamıza. 2 ədədin faiz nisbəti. 2 yazıram bura. Ədədin faiz nisbəti. Faiz nisbəti. Bu nə deməkdir? A ədədi B-nin neçə faizidir? Sinifdəki oğlanlar, qızların neçə faizidir? Riyaziyyat kitabları, kimya kitabları neçə faizidir və s. Bir ədəd digər ədədin neçə faizidir deyəndə birinci ədəd bölünsün ikinci ədəd vurulsun 100%. Bu da 3-cü əsas qaydamız. İndi 25 ədədi 125 ədədinin neçə faizidir soruşur. 25 bölünsün 125 vurulsun 100. 25 25'e 1, 125 25'e 5 dəfə. 5 5'e 1, 100'də 5'e 20. Doğru cavab 20%. Deməli müəllimlər, bu 3 dəqiqə ərzində siz faizin tapılmasının 3 əsas qaydasını və bunun suallarda tətbiqini öyrəndiniz. Hər birinizə uğurlar arzulayırıq. Növbəti izahlarda görüşərik. Hələlik.